Meyxana sənət deyil ki. Meyxana nədir? Bir də at sökdü olmaya çaldı. Trendlərdə ancaq taqqaturuk tipli meyxanalar eşidirik. Söz sənəti hara getdi? Məcburam səndən danışmağa. Meyxana sənətin bu yazıçılar ən çox niyə qəbul eləmək istəmirlər? Mən sənə elə bir sual verirəm. Elə bir yerdə elə bir söz deyərəm. Sən orada səsini çıxarda bilmərsən qorxundan. Onda deyərəm ki, elə sən ciddi oğlan deyilsən. Sən qorxdun. Doğrudan da meyxanaçıların əksəriyyəti savadsızdır, bunu düz deyirlər. Yerdən deyiblər ki, bu iki nəfərdən bu iki nəfərdir. Sən ortada tək qalmışam. Rəşad Dağlı meyxananın şahıdır. Bu gün Rəşad Dağlı meyxanada yoxdur. O taxt boş qalıbdı. Taxt da boş qalanda hər kəs özün şahı hesab eləyir də. Bu gün meyxananın şahı kimdir həqiqətən də? Kim yaxşı oğlandır, mən ondan dostum. Mən özüm Namiq Qaraçuxluya qulaq asıb meyxanaya başlamışam. Hər vaxtınız xeyir. İsayə Media YouTube kanalına baxırsınız. Bugün bu otaqda Azərbaycanın ən çox mübahisə doğuran sənətindən, gah küçə sənəti deyilib kənara atılan, gah da milli folklor deyilib göylərə qaldırılan meyxana sənətindən danışırıq. Amma biz klassik tarixdən yox, bugünkü qırğınlardan danışacağıq. Meyxananın şahı kimdir? Bu sənət hara gedir? Bu tip məsələlərdən danışacağıq. Odur ki, bugün bu otaqda bizlə bərabər dəyərli meyxanaçı, dəyərli söz ustadı, dəyərli qardaşımız Mehdi Masallıdır. Mehdi, xoş gördük. Necəsən? Çox sağ olun, xoş gününüzə gəldik. Şükür Allah, sağ olun. Nətər gedir işlər? Sizdə necədir vəziyyət? Yavaş-yavaş. Allah. Yaxşı deyə, yaxşı olsun. Mehdi, sənətdə vəziyyət nə yerdədir? Normaldır, şükür Allah, salamatçılıqdır. Hələ ki yaxşıdır. Peki, yaxşı olsun. Amma bugün trendlərdə ancaq taqqaturuk tipli meyxanalar eşidirik. Yəni bu söz sənəti hara getdi? Yox, həmin o taqqaturukun içində də söz var da, sözə qulaq asmaq lazımdır. Əslində o biraz mənim qəbul etmədiyim bir şeydir ki, deyirlər, nə bilim, trend belə oldu, filan, nə bilim, musiqi üzərində deyilən meyxana, bəs nə oldu əsl meyxana? Elə deyil. Əgər kütlənin fikri ilə danışırıqsa, kütlə özü öz istədiyin meyxanasından istəyir. Məclisdə, toyda. Və meyxanaçı da kütlədən asılı olduğuna görə müəyyən faiz. Görür ki, məsəl üçün, toya gəlib, toyda bunu istəyirlər. Hamı bu mövzuya maraqlıdır. Bəli. Mən də məcburam həmin mövzudan meyxana deyim. Onların istədiyi tərzdə meyxana deyim. Amma o demək deyil ki, mən meyxananın klassikliyin deyim, nə bilim, köhnə dəbini unutmuşam. Bizdə ona qədimyanə deyirlər də. Qədimyanə. Yəni o qədimliyi mən unutmuram ki. Qədimyanə istəyən üçün də qədimyanə deyirəm. Belə istəyən üçün belə deyirəm. Yəni meyxana deyənlərə Allah elə bir istedad verib ki, meyxana deyən düşdüyü vəziyyətdən çıxmağı rahat şəkildə bacarır. Yəni bugün ən çox qədimyana meyxanalar istənilir el məclislərində, yoxsa musiqili meyxanalar? Bu gün ümumiyyətlə meyxana sevənləri nə istədiyin hələ mən də tam başa düşə bilmirəm. Söhbət əgər xiridardan gedirsə, yox, xiridar hər əl çalan xiridar deyil. Hər alqışlayan xiridar deyil. Meyxana fanatları deyək. Bəli. Sevənlər deyək, onlar da baxır da kimdən nə istəyir. Sizdən ən çox nə istəyirlər? Məndən ən çox istədikləri şey mənim yazdığım mahnılardır. Bəs dəyişmələrdə? Döyüşmədə də baxır da kimlə deyəcəm. Ən çox kimlərlə gedirsiniz toy məclislərinə? Kimləri tanıyırsınız onlarla? Bugün meyxana sənətin bu yazıçılar ən çox niyə qəbul eləmək istəmirlər? Mən bir növ buna deyərdim ki, yəni bir paxıllıq edir. Yazıçılar paxıllıq eləyir. Fərq eləmir kim olur olsun. Kim biraz qabağa getmək istəyir, meyxanadan yapışır. Meyxana ciddi sənət deyil. Bu sözdür. Necə yəni meyxana ciddi sənət deyil? Mən elə sizin verilişinizdə bir yazısının... Bəli, elə o mövzuya gəlmək istəyirdim. Bir yazısının... Mirzəcəb Abdullayev qonağımız olmuşdu. Allah köməyi olsun. Müəyyən fikirləri olmuşdu. Hansı ki meyxana ilə bağlı? Mən TikTokda gördüm deyəsən, yoxsa bilmirəm YouTube'da gördüm. Aha. O orada
meyxana barəsində danışdı, dedi ciddi sənət deyil və sonra başladı gör meyxana deyil. Aha. Onun da yəni dediyinin meyxana aidiyyatı yoxdur. Əvvəla başqa bir yazıçıların sözləri var idi ki, meyxanada 200-300 söz var, onlardan istifadə edirlər. Bu insan da həmin o sözdən istifadə elədi. Bəli. Yəni deyir ki, sadəcə bir dənə bir şey danışacağam. Yaxşı, Yox, onun deyil. öz fikridir. Aha, tamam, Mən fikrinə hörmət edirəm, etmirəm məsələsi deyil. Aha, aydın məsələ. Sadəcə fikrimi bildirib, Bəli. mən də bir fikri bildirmək istəyirəm. Baxın, meyxana deyənə bir qafiyə verirlər, bir dənə qafiyə olur. 11 eza, 16 eza fərq eləmir. Mən məsəl üçün qafiyəni eşidəndə bir qafiyəyə də söz olsun, bir 30 söz olsun maksimum. Nə bilim 20 söz olsun. İstər-istəməz bir ixtiyar söz mənim gözümün qabağında bütün sözlər yığılır və qafiyə açılır. Mən bunların arasından bir söz seçirəm, həm qafiyəyə yerləşdirirəm, bir dənə bənd qururam. Bəli. Oradan bir ən yaxşı sözü, rədifə oturan sözü 30-dururam, deyirəm. Seçirəm, deyirəm. Və mənimlə bərabər O qısa zaman kəsiyində. an məsələsidir o. Bəli. Mən danışdığım bəlkə bir 5 dəqiqə 10 dəqiqə gedəcək. Bu danışdıqlarım hamısı an məsələsi olur. Götürürəm oradan sözü, qafiyəyə yerləşdirirəm, bəndi qururam, deyirəm. Aha. Burada bir 30 söz. Və mənimlə bərabər bir 10 nəfər oğlan meyxana deyəndə, Bəli. hərəsi bir 3 söz deyəndə, bu eləyir 30 söz. Və bu bir sözü bir bənd halına gətirmək üçün mən nə qədər sözdən istifadə edirəm. 4 misra qururam. Hər misrada nə qədər sözlər olur. Bəli. Tamam. Bəli, bəli, razıyam. Seçdiyimiz söz 30 elədisə, bir 50 dənə də sözdən biz belə istifadə edirik. Bu gəlir hardasa, Allah bilir nə qədər sözə. İndi bunun şəkilçisi ilə, feili ilə falan, ora-bura nə qədər söz eləyir. Bəli. Adama deyərlər ki, sən kitab yazanda nə qədər sözdən istifadə edirsən ki, sənin istifadə elədiyin sözü mən danışıram meyxana ilə, bəhər üstündə danışıram. Bəli. Sən nəyi qoyub, nəyi axtarırsan? Yox, sən kitabın satılmağına narahatsan ki, yəni kütlə meyxanaya qulaq asır, mənim kitabımı almır. Sən bunun başqa bir variant, sən bunun ən yaxşı yolunu da tapa bilərdin. Yazdığın əsərlərin birinə bir meyxana salardın. Bir meyxanaçının həyatından bir əsər yazardın, bir detektiv yazardın. Bir meyxanaçının həyatından salardın, ya bir məhəbbət mövzusunda yazardın. Bir meyxanaçının ora nə bilim mövzuda istifadə eləyərdin. Onunla reklam eləyərdin, kitabı satardın. Burada Mirzə Abdullayevdən görəcəksiniz. Özü də vurğuladı ki, mən həmişə meyxanaya qulaq asmışam. Amma fikirləri biraz bəli müzakirə doğurdu ki, yəni meyxanaya bu ciddi sənət kimi yanaşmır və deyir ki, meyxanaçılar hər kəsin bildiyi sözlərdən istifadə eləyir. Gündəlik hər kəsin istifadə elədiyi sözlərdən sadəcə olaraq onları şeir şəklində deyir. Yəni bəsit bir belə deyək də sənət kimi qələmə verməyə çalışdı sanki kənardan belə görsəndə. Amma meyxana ilə bağlı sözündə gözəl həqiqət fikirlər də var idi. Bax, sözündə həqiqət var. Səhv demir. Bizim Azərbaycanca elə bir sözlərimiz var ki, o meyxanada istifadə olunmur. Bəli. Ya bəhrə düşmür, ya həm qafiyəsi olmur, deyə istifadə olunmur. Ya ümumiyyətlə dilimiz zəngindir, dilimizdə söz amma o demək deyil ki, onu istifadə etməyən meyxanaçı yoxdur. Var axı o meyxanaçılar. Sən bir nəfərə, 2 nəfərə qulaq asıb söhbət burada meyxanaçıdan getmir ha. Meyxana sənətindən. Meyxana sənətindən gedir. Bəli, meyxana. Mən Mehdi Masallı olaraq ola bilər zəif söz deyərəm. Ola bilər sənin istədiyin sözlərdən istifadə edə bilmərəm. Amma digər meyxanaçı var ki, sənin istədiyin sözü istifadə eləyir axı. Ha, yəni sən ona qulaq as. Sən ona qulaq asma. Sən məni dinləmə. Bəli, razıyam. Amma sən niyə meyxana bir şey ki, sözdən ibarətdir? Bəli. Sən niyə meyxananı aşağılayırsan? Tək həmin müəllimdən getmir, söhbət ümumi yəni danışıram. Heç bir ölkədə yoxdur bu. Bəli. Gərək bunu kimsə... Yəni meyxana sənəti yeganə Azərbaycanda. Gərək bunu kimsə, başqa bir ölkədən kimsə bunu təbliğ eləyə, deyə və ondan sonra hamı yığıla ki, meyxana bizdə olub. Yəni səncə meyxana doğrudan da mı bizim folklorumuzdur, doğrudan da mı bizim kökümüzdür? Sən necə düşünürsən bu meyxana haqqında, ümumiyyətlə bir meyxanaçı olaraq? Mən bir meyxanaçı olaraq onu bilirəm ki, bizim xalqımız söz sevən xalqdır.
Bəli, razıyam bundan. Bəli. Bizim qanımızda söz var. Bizim dahilərimiz var. Bəli. Şairlərimiz var. Ola bilər bir insanın bax genimizdə söz olduğuna görə. İndi məsələ genlə burada ağıl məsələsidir də. Yəni düşüncə. Mənim genimdə söz var, amma düşüncə qabiliyyətim zəifdir. Mən Nəsimini başa düşə bilmirəm. Mən Füzulini başa düşə bilmirəm. Amma hansısa bir meyxanaçı elə bir söz deyər, mən onu başa düşərəm. O meyxanaçı da Füzulinin Nəsimini oxuyub ha. Oradan nəsə deyir. Yəni belə necə izah eləyim? Biz ola bilər hansısa bir fikri sənə sadə dildə izah eləyə bilərik. Şərt deyil ki, mən durum fars ərəb sözündən elə bir cümlə qurum, sən başa düşdün, başa düşməli olurum, mən əl çalsan ki, bu nə dedi? Oturub səndən soruşsam ki, nə dedim? Deyəcəksən ki, nə bilim, nəsə dedin. Yəni mən sənə başa düşdüyün dildə deyirəm. İndi elə meyxana deyən də var, belə meyxana deyən də var. Yəni meyxananın bir söz fikirləşin ki, danışıqdır. Adam var danışanda elə sözlərdən istifadə eləyir, danışıq qabiliyyətinə baxıb heyran olursan, başa düşmürsən ha, amma baxırsan ki, necə cümlələr qurur. Gözəl cümlələr. Gözəl cümlələr qurub. Adam da var ki, məsəl üçün şirin danışır. Heç gözəl cümlə də qurmayıb. Mimika ilə danışır, elə şirin danışır, tam başa düşürsən, amma sadə sözlərdən istifadə edir. Meyxananı biz, yəni bir insan, normal insan necə ki danışır, biz meyxana ilə danışırıq. Yəni bəhr üstündə danışırıq. Biz ani vaxtda bəndi qururuq, danışırıq bir-birimizlə. Buna adi baxmaq ya paxıllıqdır, ya anlamırsan. Çox söhbətlər eləyirlər. Mən indi heç kimi xətrinə dəymək istəmərəm, nəsə artıq bir söz demək istəmərəm. Mənim xoşum gəlmir qalmaqaldan. Amma haqsız danışırlar. Çox haqsız danışırlar. Siz necə meyxananı, yəni səviyyəsini aşağı sala bilərsiniz? Bu düzgündür. Biraz çox demirəm. Bir 30 il əvvələ baxın. Mənim üçün meyxana aləmində kumir Ağa Səlim Çıldağdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ümumilli liderimiz Heydər Əliyev şöhrət ordanı verdi ona. Tamam, bugün o danışanlara mən sual vermək istəyirəm. Sən bizim liderimizdən artıq nəsə bilirsən. Bəlkə savadın o dərəcədədir. Yəni, bu insan bizim Azərbaycan dilimiz barəsində öz fikirlərini deyən insandır. Bəli, razıyam. Bəxtiyar Vahabzadə ilə, yəni işi bu insan yaxşı bilir də. Bəli. Sən hara qədər bilirsən ki, mənlə söz söhbət eləyirsən, dil söhbət eləyirsən. Məhz həmin o insandır ki, Ağa Səlimə şöhrət ordanı verdi. Və bizim özümüz cənab prezidentin qarşısında meyxana demişik. Bayram tədbirlərində. Bir fikir də var ki, deyirlər ki, meyxanaçıların əksəriyyəti savadsızdır, kitab oxumurlar, nə bilim, əksəriyyətinin belə nəzərdə tuturlar, savadları yoxdur. Amma buna baxmayaraq, bizim bəzi meyxanaçılarımız var ki, Füzulidən, Nizamidən qafiyələr tutub deyirlər. Yəni, burada səncə də doğrudan da meyxanaçıların əksəriyyəti savadsızdır, bunu düz deyirlər. Burada bir məsələ var da. Savad tamam başqa bir şeydir. İstedad başqa bir şeydir. Meyxanaçının hər bir mövzu barəsində bir 10% da olsa məlumatı olmalıdır. Bu bunun gücüdür. Məsəl üçün, sənlə meyxana deyirəm, sən mənə dindən sual verərsən, az da olsa məlumatım olmalıdır ki, mən sənə cavab verim. Bəli. Və yaxud da hansısa bir xəstəlikdən sual verərsən, mən o dərmanın bildiyimə görə meyxana ilə sənə onun dərmanını deyərəm. Bəli. Gör nə qədər gözəl söhbət alınır. Yəni hər mövzuda meyxanaçının az da olsa bir 10% da olsa nəyisə bilməyə gözəl bir şeydir. Amma sırf meyxanaçı oturub nəyisə bilsin və bilmək məcburiyyətindədir deyilən belə bir şey yoxdur. Mənim həvəsim futboladır ki, oturaq futboldan danışaq. Sənin həvəsin dinədir, İslamadır, oturaq İslamdan danışaq. Nə adam var ki, məsəl üçün, bu insan Füzulini sevir. Oturur Füzuliyə qulaq asır. Adam var Nəsimini sevir. Oturur Nəsimini oxuyur. Mirzə Ələkbər Sabir oxuyur. Adam var Ramiz Rövşəni sevir. O da Ramiz Rövşəni oxuyur. İndi oturaq deyək ki, mən Füzulini oxumuşam.
Mən Nəsimini oxumuşam, mən daha çox savadlıyam. Sən Ramiz Rövşəni oxuyursan, sən mənə sata bilməsin. Bu biraz mənasız söhbətdir. Ramiz Rövşənin öz yeri var, öz dadı var. O birilərinin öz yeri, öz dadı var. Hə, bir meyxanaçı oxumalıdır, bilməlidir. Bu meyxanaçının özünün gücüdür. Yəni özünə enerji götürür, güc götürür. Bəli. Amma məcbur deyil. O özü bilər. Adam var, heç kitab da açmayıb, oxumayıb. Bu istedaddır. Bunun savada adiyyatı yoxdur. Bəli. Yəni Allah buna hazır cavablığı verib. Bu da istifadə. Bu da ondan istifadə edir. Çünki meyxana deyən düşdüyü vəziyyətdə çıxış yolunu tez tapır. Yəni bir insan bir şeyi 30 saniyə deyək, 1 dəqiqə düşünürsə, mən yəni maksimum tez düşünənləri deyirəm, amma normal. Meyxana deyən onu anında düşünür. Hə, indi səncə meyxanaçı olmaq üçün dahi olmaq lazımdır, yoxsa sadəcə küçə dilini bilmək kifayət eləyir? Azərbaycan dilini bilsə bəs eləyir bir meyxanaçı. Yəni bir meyxanaçı dahi deyəndə ki, dahi siz nəyə deyirsiniz? Biraz bilsən suallar uyğun gəlmir. Meyxanaçı o elə bir şeydir ki, o elə bir hissdir. Mən onu ancaq meyxana deyənlə danışsam bəlkə də izah edə bilərəm. Belə də deyim, biləcəksiniz. Bəziləri bəlkə də inanmır, meyxanaçıların özündən də deyirəm. Mənə görə bu vergidir. Çünki mən bunu vergi kimi hiss eləmişəm. Şairin özü bir vergidir. Bəli. Yəni hər adam yaza bilmir? Tamam, indi düşün ki, bir insan oturur bir aya bir qəzəli yazır. Amma meyxanaçı onu bədayətən deyir. deyir. Sizcə bugünkü günü, yəni bugünkü meyxanaçılar içində ən belə savadlı deyən meyxanaçı kimdir? Yəni siz bir meyxanaçı kimi sizin fikrinizi öyrənək. Mənə görə çoxdur. Hər dövr, bu bizdə meyxanada belə bir şey var. Dövr söhbəti var. Bəli. Və bizim mənə görə meyxanaçıları yəni deyim də qiyas eləmək mənə görə ölçü vahidim de gəlsindir. Yəni de gəlsində bu olsaydı, bu meyxanaçı olsaydı hansı qiymət alardı? Mənim üçün odur. Mənim yəni düşüncəm. İndi məsələ bir necədir? Hər dövrün öz meyxanaçısı var ki, sən mənə sual verərsən ki, məsəl üçün filan dövrdə kim olub? Mən onu deyə bilərəm. Sizin dövrünüzdə kim olub? Onu deyə bilərəm. Belə də baxanda çoxdur. Yəni bir nəfərin adını çəkməklə kifayətlənməyəcək bu məsələ. Yəni 5 nəfəri də desəm kifayət. Amma bu günləri meyxanada mən rahat şəkildə deyə bilərəm ki, bizim, yəni bizdən sonra gələn meyxanaçılar ki var, maşallah çox əladır. Mükəmməldir. İndi bayaq yazıçılardan, şairlərdən danışdıq. Yəqin ki, Kəramət Böyükçölü də tanıyırsınız. Əlbəttə ki, tanıyırsınız. Kəramətin də bir fikri var idi meyxana ilə bağlı. Bizim efirdə deyirdi, Xəzər TV-də səsləndirmişdi. Yəqin ki, eşitmiş olardınız. Deyir ki, meyxana yaxşı sənət olsaydı, onu ermənilər indi çoxdan oğurlamışdı. Səncə doğrudan da mı yaxşı sənət deyil meyxana? Yox, indi Kəramət gözəl statuslar deyir, maraqlı statuslar yazır. Mənim özümə də ləzzət eləyir. Yəni onun elə sözləri var ki, doğrudan xoşuma gəlir. Durum mən onun barəsində başqa bir söz deməyim. Mən onu deyə bilərəm ki, yəni ermənilərin başı üçün də meyxana demək. Yəni onlarda o baş yoxdur ki, meyxana desinlər. Deyərlər yenə də meyxana ilə onları məhv eləyərik də. Kəramətdir də deyir. Ümumiyyətlə meyxana deyəndə hər kəs əlbəttə ki, öz sevdiyi meyxanaçının adını çəkir. Amma toplum olaraq, yəni nədənsə meyxana deyəndə, meyxanaçı deyəndə əksəriyyət Rəşad Dağlının adını çəkir. Allah qapısını açsın. Amin inşallah. Amma bir həqiqət var da, bu gün Rəşad Dağlı meyxanada yoxdur. Yəni hər kəs deyir Rəşad Dağlı meyxananın şahıdır. O taxt boş qalıbdı. Taxt da boş qalanda əksəriyyət hər kəs özün şahı hesab eləyir də. Sizcə bu gün meyxananın şahı kimdir həqiqətən də? Mən Rəşad Dağlı barəsində danışsam, yəni meyxanası barəsində danışsam, Rəşad Dağlı əvəz olunmaz meyxanaçıdır. Rəşad Dağlının inanma ki, yerinə kimsə gələ, otura, nə bir meyxanaçı kimi, nə də belə bir
özünün o xarakteri ki var idi. Yəni elə bir xarakterdə olan bir oğlan kimi. Rəşad Dağlı başqa mövzudur. Yəni Rəşad Dağlı şahdır deyilən bir məsələ deyil. Rəşad Dağlı zaten Rəşad Dağlıdır. Onun adı bəs eləyir. Yəni meyxananın şahı var ki, onun belə şey yoxdur. Meyxananın şahı nədir? Qafiyə olar ki, ən güclü dediyin meyxanaçı, elə bir qafiyə olar ki, büdrüyər orada. Şah büdrüyər, şah büdürəməz axı. Bəli. Yəni bu sözü deyən bir meyxanaçı da, düzdür, meyxanaçılar arasında belə bir söz olmur. Bəli, var. Yəni ən güclü meyxanaçı da kimdirsə, hardasa büdürədiyi yer var. Söhbət bu bədahətən deyilir də. Bəli, bəli. Əhvaldan asılıdır, təbdən asılıdır. Rəşad Dağlı mükəmməl, yəni Rəşad Dağlı ilə meyxana demək bilirsiniz nə qədər asan idi. Adam həm səni dedizdirir, həm özü deyir, pas verir, pas alır. O qədər rahat adam onunla meyxana deyir, həvəsli meyxana deyir. Rəşad Dağlı meyxanada, yəni Rəşad Dağlıdan yenə gələr, inanmıram. Rəşad Dağlı başqa bir. Hər deyir, çiçəyin öz təravəti var da. Bəli. Rəşad Dağlı özünə görə, bəyəm Kərimdən gələcək. Gəlməyəcək Kərimdən. Bəli. Bəyəm ikinci Mehman Əhməddə olacaq, olmayacaq. Bəyəm ikinci Vüqar Biləcəri olacaq, olmayacaq. Bəs Mehdi Masallı? Mehdi Masaldan heç əvvəl də olmayıb, indi də yoxdur. Heç bundan da sonra olmayacaq. Mehman Əhmədli dedim. Mehman Əhmədlinin də bir sözü var idi. Deyir ki, meyxananın peçatı məndədir. Bir ara peçatla gəzirdi ki, meyxananın peçatı məndədir. Möhrü, hə, yox. Möhrü məndədir. O bir ad günündə möhür vurmasam qapılar açılmaz falan. Mehman Əhmədli bu sənətdə əziyyəti danılmazdı. Kimlərsə bəlkə də bilmir. Bilməyənə də deyim ki, bilsin. Meyxananın bu gün meyxana olaraq qalması və meyxananın müəyyən daxilində səliqələr ki var, səliqəli meyxanalar ki var, olması elə Mehmanın meydanının sayəsindədir və özünün əziyyətinin sayəsindədir. Və səncə meyxananı, yəni Azərbaycanda daha çox tanıdan, daha çox sevdirən kim oldu? O bir nəfər deyil, o bir neçə nəfərdir. Əvvəla yenə də əvvəldən meyxananı qoruyub saxlayan kişilər. Belə deyil. Bu sualı biraz belə quraq. Da meyxananı palatkadan efirə gətirən kim oldu sənin fikrincə? Bunun Yəni, ilk addımları Allah rəhmət eləsin Nizami Rəmzi. Və Nizami Rəmzidən sonra olub nə olubsa, kimdə olubsa. Nizami Rəmzidə olub. Yəni köhnə kadrlar var da, amma yəni maraqlanmaq lazımdır. Bəli, amma yəni bir məsələ də var da, bu gün yəni onu kimdən soruşsan, Namiq Qaraçuxurlu ilə. Onlar bilməyənlər də Namiq Qaraçuxurlu özü yaxşı bilir ki, Nizami Rəmzidir. Hə, Namiq Qaraçuxurlu barəsində danışmaq istəyirsən, mən özüm Namiq Qaraçuxurluya qulaq asıb meyxanaya başlamışam. Yəni Namiqin meyxana üçün elədiyini də bu gün heç kim eləmir. Ona bənzər olub. Amma yəni Namiq Qaraçuxurlu kimi meyxana üçün çox şeylər eləyib də. Meyxana üçün də eləyib, özü üçün də eləyib. Yəni özü üçün etsə də belə meyxanaya daha çox faydalı olub ki, meyxananı çox seviblər də. Namiq ilə çox seviblər meyxananı. Meyxananı çox seviblər. Yəni ən çox, yəni demək istədiyim, yəni xanımlar tərəfindən də çox sevildi. Hansı ki, meyxanaya bir müddət, yəni bir Namiqin o təzə-təzə efirlərə çıxan vaxtlarına gəlsək, o vaxta kimi meyxanaya demək olar xanımlar qulaq asmırdı. Meyxana bir kişi sənəti kimi. Az idi, qulaq asan var idi, az idi. Yəni çox az da. Amma Namiq gözəl də meyxana deyib, gözəl dəyişmələri var. Namiqin öz dövrü var. Bəli. Namiq heç kimin qarşısında, yəni meyxanası zəif olmayıb, yəni məğlub olmayıb, döyüşüb həmişə. Döyüşçü meyxana deyən olub. İndi sonradan yoldur da dəyişir. Baxır ki, məsəl üçün mən buradan gedim, bu yerimə başqası gəlsin, mən bundan istifadə edeyim. Bu günləri məsəl üçün elə mənim tutduğum yol da bir növ Namiq Qaraçuxurlunun yoludur. Ən çox musiqili meyxanalar ifa edirsən. Səncə meyxanadan yolun dəyişib, bu belə deyək də musiqili meyxana ilə məşğul olub, dəyişmələrə getməyib də, sırf musiqili meyxana ilə məşğul olub və müğənni fəaliyyəti göstərənlər uduzur yoxsa udur? O baxır kim üçündür. Yəni mən bu gün gedim 4-5 mahnı oxuyum, mən müğənni olmayacağam. Mən elə yenə də meyxanaçıyam.
Gedim 4-5 mahnı oxuyum, orada, burada yenə pulumu yazdığım mahnılarla qazanım. Bu o demək deyil mən müğənniyəm. Bu o demək deyil ki, mən meyxanadan da çıxmışam. Meyxanaçı hansı işlə məşğul olur olsun, elə meyxanaçıdır. Yəni söz yazırsınız da bugünkü gün. Əlbəttə ki, yazıram. Mənim öz Hansı müğənnilər mahnılarım üçün sözlər yazırsınız? Hansı müğənnilər müraciət eləyir sizə? müraciət edən çox olur. İndi hamı üçün yazıram məsələsi də var. Bir şey ki, yəni ən yaxşısı olan kimi özüm oxuyuram da. Niyə kiməsə vereyim? Hə. Yo, dostlarıma yazıram. Bu sənət paxıllığı. Paxıllıq da öyle. Ən yaxşısını özüm oxuyuram. Oturub fikirləşirəm ki, niyə yazım ki? Pul alırsan. Tamam da, o mənim istədiyim pulu vermir. Çox istəyirsən pul. Əlbəttə ki, mən oturub fikirləşəcəm, mən hansı həyatımda hansısa bir mövzunu buna verəcəm. Misal üçün, mən buna 5 manata mahnı yazacağam, bu gedib ondan 100 manat qazanacaq. Məsələn, neçə olur mahnıların? O şey başqa, oxumaq istəsəm xəbər eləyərsən deyərəm. Təxmini. Bilmirəm, o baxır da. Məsələn, Mehdi Masallıdan bir mahnı almaq istəyirəm. Mehdi Masallı nə qədər pul xərclənər? Bu gün soruşsan, mənim mahnılarımı oxuyan müğənnilərdən hamısı deyəcək ki, Mehdi bizə havayı ver mahnı. Belə danışmağıma baxmıyor, heç kim ürəyim gəlmir ki, məsəl bunu deyim. Yəni çox pul istəyirsən, bilirsən ki, o verməyəcək. Ona zarafat heç kimdən pul zad istəmirəm. Heç bir müğənni deyə bilməz ki, Mehdi məndən pul istəyir mahnıya görə. Məsələn, kim istəyib yazmışam, vermişəm. Yaxşı, bugünkü günü Azərbaycan estradasında elə bir müğənni varmı ki, həmişə deyəsən ki, mən o müğənni üçün mahnı yazmaq istəyərəm? Yox, mənim elə yüngül xəyallarım yoxdur. Elə ucuz xəyallarım yoxdur ki, bu müğənniyə mən mahnı yazardım ki, boxsun. Ya, ürək istəyir yazaram. Yəni səncə o ucuz xəyallardır? Əlbəttə ki, ucuz xəyallardır. Baləli həmişə deyir ki, mən Röya üçün mahnı yazmaq istəyirəm. O Baləlinin xəyallarıdır. Baləli baha olur. Baləli brend xəyallar qurur. Mənlikdə elə xəyal. Və yaş kimlərə vermisən mahnı? Sənin mahnıları kim oxuyub? Mənə yaxın olan dostlarımdan oxuyub. Şəbnəm Qəhrəmanova oxuyub. Sonra elə mahnılar var ki, indi ad çəkmək istəmirəm. Sözləri mənimdə, amma başqasının adına çıxıb. Necə elə bir müğənni var ki, gəlib oturub mahnını mən yazmışam. Elə bir sözlərini gətiriblər, baxmışam ki, bu elə belə sözdür. Götürüb yazmışam. Yazmışam. Gedib başqa bir meyxana deyən adın yazıb ki, bu mahnını o yazıb. O daha tanınan meyxanaçı. Hə, mən də heç nə demədim də, nə deyim. Niyə meyxanada zəif irəliləyirsən sən? Mən reklam baxımından deyirəm. Mən ona zəiflik deməzdim, temp deyərdim. Aha. Bax, bərk gedənlər bir də görsən gedir, səs soraq yoxdur. Gəlirsən həmin onun getdiyi yolu keçsən, baxsın ki, bu haradaydı. Bu da bu yolu gedib də. Yavaş da götürmürəm, öz xodumla. Neyiniyim? Belə oturub fikirləşirəm, mən axı bunların elədiklərini eləyə bilmirəm. Nə eləyirlər ki, məsələn, sən eləyə bilmirsən? Onlar bərk gedirlər. Meyxanada nə baş verir soruşsaq, nələr deyə bilərsən? Bugün meyxananın daxilində böyük bir sıxıntı yoxdur. Meyxananın xaricində var. Elə bil meyxananın nəsə çox paxıllığını çəkirlər. Elə bil nəsə istəmirlər meyxana bu qədər sevilsin. Bugün amma çox sevilir meyxana. Yəni bu bir reallıqdır. Reallıqdır. Bəli. Tanınmayan meyxanasında baxırsan ki, hardasa deyirlər meyxanası gəlib hamıya ləzzət edir ki, görək bu kimdir? Kimdir? Burada pis nə var ki? Yəni sən başqa bir sənətin nümayəndəsisən. Əziz dost, gözəl insan. Yaxşı şeylər fikirləş. Yaxşı ideyalar fikirləş. İrəli getmək üçün nəsə fikirləş. Sən axı gündəm üçün nəsə fikirləşirsən. Sən tarixdə qalmaq üçün nəsə fikirləşmirsən. Sən gündəm üçün nəsə fikirləşirsən. Sənin də o düşüncə qabiliyyətin yoxdur. Sənin o istedadın yoxdur bugün tapan kimi nəsə eləyəsən. Sən o deyilsən. Sən durub meyxanaçıya paxıllıq edirsən. Niyə? Meyxanaçı hara düşsə oradan meyxana deyəcək. Sən bir dənə mahnı oxuyursan, fonoqramı qoyursan, hara getdin onu oxuyursan. Amma meyxanaçı hər toyda ayrı-ayrı şeylər deyir. Sən niyə meyxanaçı ilə ayaqlaşmaq istəyirsən? Və yaxşı, nədir səbəb? Və bu qədər suallarla danışırsan da, səncə nədir səbəb? Yəni ən azı bu qədər mövzuları, yəni eşidirsən, görürsən, heç olmasa bir özün üçün
yüngül bir analiz eləmisənmi? Ya Nədir ben- bunun səbəbi? Bunun səbəbi deyirəm də. Aha. Mən onu bayaq deyirəm ki, bax, bir meyxanaçı düşür bir toya. Aha. Hansısa bir rayondadır. Rayonun vəziyyətinə uyğun, rayonun əhalisinə uyğun, istədiyinə uyğun, nə bilim, zarafatlarına uyğun, hər nəsə də. Meyxana deyir. Və yaxud da ki, həmin rayonda bir şəhid var, şəhidin adını çəkir. Və yaxud həmin rayonda məşhur bir nəsə var. Məsəl üçün, Masallı Lənkəran tərəfi deyək, limonun adını deyirəm, boranı deyirəm, kiməsə ləzzət eləyir, 500 nəfər durur, mənə alıb işləyir. Vəziyyəti izah elədim. Bəli. İndi digər peşə sahəsində olan insanlar ki, peşədə olan insanlar ki, Bunu edə bilmədiklərinə bunu eləyə bilmir, vəziyyətə baxır. Millət əl çaldı. Nəyə əl çaldı? Mehdi limon dedi. Ha, bu da əl çaldı. Meyxana sənət deyil ki. Meyxana nədir? Bir də at sökdü, o əl çaldı. Onu düşünmür ki, mən ortamda bir teatr yaratmışam. İnsanlarla söhbət eləyirəm. Danışıram, düşdüyüm məclisdə. Baxıram ki, qanun qaradır. Qəmli nəsə oxuyuram mən. Yazdığım öz meyxanamı oxuyuram, qafiyə tuturam. Qəmli nəsə deyirəm. Sənə ləzzət eləyir. Dərdin yadıma düşür. Çıxarırsan 5 manat mənim üçün pul verirsən. Və yaxud da alqış eləyirsən. Amma bu birisi baxır ki, bu nətər olur? Ay yox, meyxana sənətdir. Mənim kitabım satılmır, meyxana sənətdir. Mənim mağaram tutmadı, meyxana sənətdir. Mən nə bilim, bu aləti ifa eləyirəm, heç kim qulaq asmır, meyxana sənət. Kim yıxılır, deyir meyxana sənətdir. Oturur meyxanaya qulaq asır, deyir meyxana sənətdir. Bu mən də deyərəm. Ay nəyi deyərsən? Deyəsəydin sən elə bu vaxta kimi deyərdin. Sən öz işini normal bacar. Həm sən əgər istəyirsən ki, meyxana ilə reklam tutasan, əzəb eləyirsən, halal xoşun, tut nə qədər istəyirsən. Heç olmasa meyxanaçının özü ilə reklam tut da, meyxanaya ilişmə. Meyxana ilə nə işin var sənin? Bu şabaşlardan danışdın ki, məsələn mən bunu dedim, çıxartdı, pul verdi, falan elədi. Bu gün meyxanada, yəni siz məclisə gedəndə, məclisi danışıb getdiyiniz qiymət daha çox olur, yoxsa o məclisdən yığdığınız şabaş? O baxır məclisə. Məclis var ki, adamın bilirsən ki, bu adam sənə yaxşı pul xərcləyəcək, heç ona pul demirsən. Amma indi təbii ki, hamı öz əziyyətinin qarşılığını alır. Puldur deyirsən, gedirsən. O pulu da verir. Xərcləyən belə də xərcləyir. Baxır da indi damara baxıb qan almaq məsələsidir. Mənli elədir, başqalarını bilmirəm. Bir də dedin ki, tarixdə qalmaq məsələsini dedin, görürlər ki. Kim tarixdə qalmır deyir ki, meyxana sənəti. Elə şey olar. Bəs meyxanaçılar necə? Hansı meyxanaçılar var ki, tarixdə qalacaq sözlər deyibdilər, meyxanalar deyiblər. Bax. Onlar həqiqətən də tarixdə qalacaq. Biz yeniyetmə olan dövrdə eşidirdik ki, harda böyük meyxana deyən var. Sürü ilə gedirdik, döyüşürdük. Değişirdik də yəni. Bəli. Yəni ki, mən özümü göstərim, bu meyxanaçı məni görsün. Aha. Bizim üçün o ətrafda əl çalan şəxsən mənim kimi meyxana deyənin ətrafda əl çalana çox elə reaksiyası yoxdur. Mən söz deyəndə meyxana deyənə baxıram. Meyxana deyən başına əydisə, bu mənim üçün 100 nəfərin alqışından artıqdır. O 100 nəfər başa düşməyə bilər mənim sözümü. Reklama da, yəni əl çalan olur da. Deməli, biz bir gün gedmişik, mən Əhmədlidə böyümüşəm də, mən Əhmədli məktəbini təmsil eləmişəm. Amma Mehdi Masallı kimi, yəni hər kəs öz regionu təmsil edir, mən Masallını təmsil eləmişəm o vaxtı yarışda və çempion da olmuşam. Nəsə, bir gün gedirik, eşitdik Nicat Mənalı o vaxtı Vasmoyda otururdu. Bəs Nicat Mənalı orada oturur, gedək meyxana deməyə. Nəsə getdik meyxana deməyə, indi eşitsə, bilmirəm, yadına düşər, yadına düşməz. Yəni, pis mənada demirəm, ha. Getdik, hamımız düşdük Nicatın üstünə, değişmədə. Bu biraz elə bir, hamıya çatdırmayacaq ki, biraz bizdən böyük də, biraz xoşuna gəlmədi. Bəlkə də xoşuna gəldi, bəlkə də xoşuna gəlmədi, yəni iki tərəfli danışım. Qayıtdı bir gözəl söz dedi. O söz mənim üçün həqiqətən də bu günləri böyük rol oynadı mənim həyatımda. Qayıtdı ki,
Değişmə elə də yadda qalandır. Çalışın yazın. Və bu mənim ağlıma batdı. Amma mən dəyişməyə meyilli idim. Yəni mənim ətrafım bilir və gün gəldi, həqiqətən də oldu. Bax, indi deyirsən tarixdə qalan. Rahat şəkildə deyirəm. Nəcibə mahnısı, Xızı dağları, mənim sonra Bakılı balasıyam. Eşitdiyim mahnılardır da. Bəli. Bu mahnıların ən azı nə qədər yaşlanır? 50-dən çox olar yaşlanır. Olar. Bəlkə də daha çox şans. Bir tarix deyil. Bəli. Bu bir tarixdir. Məsəl üçün, indi hamının meyxanasını bir-bir demək istəmirəm də. Kərimdə var, Ağa Səlimdə, hamısında var da. Bu günləri Mehdi Əsküləyim. Mənim üzdən tanımırlar, amma Əsküləyim hamı bilir. Mənim üçün tarix budur. Zəng eləmə bir də. Ola bilər kiməsə görə adi sözdür. Nə oldu, hə? Türkün telefonun başında ona qulaq asırsan, mən bir dənə deyirəm zəng eləmə, deyirsən ki, yox, bu çıqqı-çıqqıdır, o. Dəxli var, söz-sözdür da. Mən belə ifa eləmişəm, belə izah eləmişəm, dərdim o da elə deyil. Hə, yazılan hər şey yadda qalır. İstər kim olur olsun. Vüqar Əbdülovun yazıları Azərbaycan mahnısı. hardadır? Qızıl fonda. Bəli, fonddan. Tamam, bu tarix deyil. Mehman Əhməddinin Xalçalar mahnısı. Bütün xalçalar barəsində yazılan meyxanadır. Bax, bu meyxanadır. Vüqar Əbdülovda olan meyxanadır. Qızıl fonddadır. Tamam, bu tarix deyil. Yox, elə danışsan, o tarix deyil, amma meyxana sənət deyil. Elə şey yox. Sən deyirəm, kimin problemi var? Baxırsan ki, pul qazanan bir başqa işlə məşğul deyil. Belə narahatdır da, yəni iş gedmir, misal üçün. Qardaşım, o heç nə meyxana sənəti, sən öz işinlə məşğul ol. Dinən Mehdi Mazallı meyxanası deyil. Amma meyxanaya nəsə demək? Toplumu götürürlər, toplum olaraq da, sənət olaraq, sənəti götürürlər. Sənət olaraq. Bəli, mən də razıyam. Bir sənəti vurmaq, onun haqqında bir fikir söyləmək üçün onu sən dərindən bilməlisən ki, o sənət haqqında fikir söyləyəsən. Düzdür, razıyam. İndi kim durur, biraz reklam tutmaq istəyir. Çünki bilirlər ki, meyxana baxılan sənətdir. Yəni ən az əvvəl sən dedin ki, ən belə zəif meyxana deyən, ən təzə başlayan meyxanaçının belə trendlərdə mahnıları səsləndirilir. Yəni bəziləri də bundan yaxşı mənada mı bilmirəm, pis mənada mı istifadə eləməyə çalışır da. Eləsin, mən bir söz demirəm ki. Amma düzgün şəkildə istifadə eləsən. Düzgün şəkildə. Deyəm, məsələn, əsər yazırsan, gözəl qardaş. O boyda əziyyət çəkib kitab yazırsan. Aha. Günlərlə, saatda gözünün nuru gedir. Aylarla, illərlə vaxt sərf edirlər. Bir dənə kitab yazırsan. O kitabı reklam eləməyə əvəzinə deyirsən ki, meyxana sənət deyil. Qardaş, çağır 10 nəfər meyxanasını. Nə bilim 5 nəfər xoşuma gələn meyxanasını, söz başa yaxşı söz deyən meyxanasını çağır. Yazıçılar İttifaqının üzvü olan meyxanaçıları çağır. Bura qədər deyirəm də sənə. Aha. Ya kitabı təqdim elə. Onlar səni tərif eləsinlər, oxusunlar, desinlər, nədir. Sən belə tap. Meyxana sənət deyil, meyxana ciddi sənət. Ciddi sənət nəyə deyirsən? Ümumiyyətlə ciddiliyi nəyə deyirsən sən? Amma sual verirəm mən. Ciddiliyi nəyə deyirsən? Kitab yazmağa ciddiliyi deyirsən sən. Mən onu ciddi qəbul eləmirəm. Sən mənə onun nəyin ciddiliyini izah edə bilərsən ki? Sənin üçün ciddiyyət nədir? Mənim üçün ciddilik, əziz qardaş, öz sənətivi sevməyindədir. Mən kitab yazıram, mən kitabımdan danışaram, hadisədən danışaram, bunu necə yazmışam, necə əziyyət çəkmişəm, ciddi şəkildə özümü ciddi göstərərəm, mən sənin işimə qarışmaram, öz işimdən danışaram. Sən baxarsan ki, mən öz işimlə ciddi məşğulam. Sən mənim işimə ilişəndə sən öz ciddiliyi bitirirsən və mənə qeyri-ciddi deyirsən. Mən axı sənə indi verilişdə haradasa söz deyə bilmirəm, işarə verirəm ki, mən sənə elə bir sual verirəm, elə bir yerdə elə bir söz deyərəm
Sən orada səsini çıxarda bilmərsən qorxundan. Bax, onda deyirəm ki, elə sən ciddi oğlan deyirsən. Sən qorxdun. Sözün deyən oğlan hər yerdə sözün deyir ciddi şəkildə. Mənim üçün ciddilik budur. Mən indi yüngül sözlərlə istifadə edirəm ki, tam yəni başa düşülsün. Mən meyxananın hansı dəyərdə olduğunu, meyxanaya hansı, yəni savadlı olan insanın dəyərini izah elədim. Bir də deyirlər ki, Mehdi Masallı tez özündən çıxır, daha çox davaya meyillidir. Yox, yalan deyirlər. O kim deyirsə yalan deyir. Bütün Bəlkə kənardan elə görsənirsən, ona görə elə deyirlər. kim necə görmək istəyir elə baxır. Deyirlər çox aqressivdir, daha. Xeyr, əksinə mən ümumiyyətlə bütün meyxana deyənlərdən, yəni mənə yaxın olan meyxana deyənlərdən soruşsuz məni, həmin adamın üzü belə yəni güləcək. Çünki hamısının yaddaşında bir gülməli nəsə var. Kimsə zəifi ələ salanda mən ən güclünü ələ salıram, rahat şəkildə mən heç nə deyə bilmirlər. Və belə də yəni xatirələrdə çalışıram yaxşı qalım. Bir də ki, bu meyxanaçılar arasında deyirlər ki, yeni gələn meyxanaçılarla belə deyək də, köhnə tanınan meyxanaçılar bir məclisə düşmək istəmirlər, meyxana demək istəmirlər, bir növ yeniləri qəbul etmək istəmirlər. Varmı elə bir hallar? Mənə görə yoxdur, başqasını deyə bilmərəm. Məsələn, elə bir hallarla məclislərdə falan qarşılaşmısanmı? Görmüsənmi elə bir hallar? Görsəm də zaten lap tutar. Demərəm. Hə. Deyim ki, görmüşəm. Sən məndən ad soruşasan, mən demərəm. Kimisə həyası gedər. Yox, ad soruşmayacağam. Sadəcə belə deyək də, mövzu barədə danış. Çörəyə qarışmaq məsələsidir. Kişinin çörəyinin qarşısını almaz. Düzdür, elə bir vəziyyət yarana bilər ki, məsəl üçün, məndə olmayıb, nə yalan deyim. Mən hətta ən düşmən olduğum bir insanla da çörək qazanmağa getmişəm. Yəni, mənim düşmənçiliyim bu kişinin özü ilə də, bunun ailəsi ilə mənim nə problemim var ki? Yəni, Allah görür, bu mənlik deyil. Bunu hamı da bilir. Mən nə danışıramsa, mən özümü tərifləmək üçün danışmıram. Hamının gözünün qarşısında yaşadığım şeyləri danışıram. İndi kimsə kimlənsə düşmək istəmir, o da onun öz fikridir. Məsələn, mən səndən danışmaq istəmirəm. Məcburam səndən danışmağa. İstəmirəm. Sən də görürsən ki, yox, mən səndən danışanda, danışmasam sən çörəyindən olacaqsansa, mən səndən danışaram. Yox, bir dənə də mövzu var ki, sən mənə kürəyimdən vurmusan, sən mənə xəyanət eləmisən, sən məni pis vəziyyətdə qoymusan, mən səndən heç çörək də qazanmaq istəmirəmsə, bu da mənim haqqımdır. Sən xain adamsan, xainlə mən çörək qazanmaq istəmirəm. Qorxuram, orada da xainlik eləyərsən mənə. Bəraətim var. Yox, sən tək özün, ya mən gəlməyim, sən get çörəyi qazan. Bu başqa mövzulardır. Qaldı ki, bəzi məsələ var, ora biraz düzgün yanaşmırlar. Mənim sənlə meyxanam gözəl aldı. Və biz ikimiz meyxana deyəndə maraqlı alınır, bizə daha çox maraq edirlər. Qruplaşma məsələləri var. Qruplaşma deyil o. Qardaşım, mənim səndən meyxanam yaxşı alınır. Üçüncü adam istəyir ki, bizlə meyxana desin. Onunla bir dəfə, iki dəfə alınmır da. Mən məcburam, yenə də səndən elə bir şərait yaradıram ki, yenə biz ikimiz deyək. O üçüncü adam gedir kənarda deyir ki, bunlar qruplaşdılar. Qardaşım, səndən alınmır da. Yəni belə deyək də, meyxanaçılar o kimlə ki alınmır, ona elə şərait yaradırlar ki, o özü başa düşüb çəkilsin. Onu heç meyxanaçılar denəmir. Dinləyicilər edir. Deyir, qardaşım, mən istəyirəm filan kəsdən filan kəs desin. Dəfələrlə məclisdə olmuşuq. 5 nəfərik. 2 nəfər solumda, 2 nəfər sağımda olub. Yerdən deyiblər ki, bu 2 nəfərlə bu 2 nəfər desin. Ortada tək qalmışam. İndi mən durum inciyim ki, başa düşmədim. Bunları istəyirlər də. Mən də tək dayanmışam. Bunlar ikisi ilə deyişiblər, mən də qulaq asmışam. Mən nə olar ki? Belə istəyiblər. Elə məclis olub ki, həmin o 5 nəfər, 10 nəfər oturub, deyiblər ki, Mehdi ilə falan kəs desin, o birisilər qalıb. İndi o deməkdir ki, bunlar məndən zəifdirlər, bunlar elə hamısı məndən güclüdürlər. Adam belə istəyir. Mən durub bunun söhbətini eləmirəm. Eləyənlər var, o eləyənlər də düzgün eləmirlər. Sən özünü elə göstər ki, adam, sən istəyirlər ki, biraz tanınmış meyxanaçının yanında görsənsin. Desin ki, mən də deyirəm. Sən zaten deyirsən. Tamam.
Bu tanınmış meyxanaçı daha çox sevilən meyxanaçını adam toy gəlsə istəyir bu birisi ilə içsin. Amma sən istəyirsən ki, bunun yanında görsənəsən. Sən gücü bitirirsən burada. O elə sənin özünü düşünürlər ki, kişi deyirsən, bundan sən fikir bildir, ha, baxaram. Belə deyirəm. Sən amma həsədlə baxırsan ki, orada oldum. Heç vaxt mənə maraqlı gəlməyib. Çünki mənim marağımda deyil heç kim. Ən belə zirvədə durandan ən aşağıda. Kim yaxşı oğlandır, mən onunla dostum. Kim yaxşı insandır, onunla çörək qazanıram. Bu yaxşı meyxana, mənim üçün yaxşı meyxana deyil. O nə qədər də yaxşı, kiməsə görə yaxşı meyxana deyil. Elə bir moment olar ki, o sıxaram, mən danışa bilirəm, söhbət eləyə bilirəm, belə də eləyə bilirəm, meyxana ilə də eləyərəm. Evet, bir də meyxanada dini mövzu var, hansı ki dini və dünyəvi mövzu var meyxanada. Bu iki mövzunu eyni aparan meyxanaçılar da var və elə meyxanaçı da var ki, ancaq dini mövzularda meyxana deyir. Bu iki mövzunun toqquşması, sən buna necə baxırsan? Bayaq qeyd elədim, bir söz dedim ki, meyxana deyənin hər bir sahədən az da olsa məlumatı olmalıdır. Bəli. Din, bəyəm dində biz pis nəsə demirik. Qafiyə olur ki, orada istər-istəməz dinə müraciət eləməlisən. O, səndən asılı olan məsələdir. Çünki bədahətən gəlir söz. Və o söz ki, baxırsan, mən dində hansısa bir hadisəni bu sözə uyğun deyə bilərəm. Və yaxud da ki, ibrətamiz bir dənə söz deyə bilərəm. Onun mən pis baxmıram. Mən lap əla da baxıram, yaxşı da baxıram. İndi belə yekəbaşlıq kimi çıxmasın, lovğalıq kimi çıxmasın. Alimlərimiz, nə bilim, dini xadimlər biraz mənə qınaya bilərlər bu mövzuda. Ki, məsələn, filan kəsin adı filan yerdə çəkilməməlidir. Tamam, mən ona da razıyam, düz deyirlər. Amma elə bir, bədahətəndir də, adamın özündən asılı olmur. Söz gəlir, bir şey ki, ilahi vergidir. Bu sözü bizə, ilahi vergini ki, bizə verib, biz onun yolunda da istifadə eləməliyik. Əslində elə biz bu istedadı Allahın yolunda istifadə etməliyik. İndi bu günləri bizim imanımız o dərəcədə olmadığından, amma fitrətimizdə, ruhumuzda bu eşq olduğuna görə o bizdən asılı deyil. Məsəl üçün, qafiyə tutular ki, orada sevgidən, eşqdən mövzu düşər. Bu bədahətən olduğuna görə mənim ruhum bunu deyir də, bu sözün ruhum deyir. İstər-istəməz mən öz eşqimi deməliyəm və deyirəm. Elə bir qafiyə ola bilər ki, dünyavi sevgidən ola bilər, orada deyərəm. Amma ilahiyyatçılar arasında da bu mövzuda, meyxana məsələsində fikir ayrılıqları var da. Bəziləri deyirlər ki, meyxana günahdır, günah sayılır. Bəziləri isə deyir ki, yox, meyxana həqqin səsidir. Sənin üçün necədir? Bilirsiniz, adicə bildiyimiz içki ki var. İçki. Özlüyündə mübahdır. Bildiyimiz spirtli içki özlüyündə mübahdır. Bəli. Sən içdinsə sənə haramdır. İçmədinsə yerindədir də spirt. Sən onu haramdır deyə bilməzsən. O özlüyündə spirt. İndi meyxanada elə bir məclis olar ki, orada sırf insanlar daha çox dinə meyilli olanlar və yaxud da orada biraz möminlər çox olar. Onların könlün, onların zövqün oxşamaq üçün sən məcbursan dinə müraciət edəsən. Mən durub hansısa bir içki məclisində, hansısa bir əyləncədə, xanımların çox olduğu yerdə dindən meyxana demirəm ki. Və yaxud da hansısa bir möminlər olan məclisdə durub hansısa bir xanımın adını çəkmirəm ki, yəni bildiyimizdə. Bəli. Və yaxud da ki, orada bir duet oxumuram, və yaxud nə bilim, qızdan zaddan danışmıram ki. Yəni, hər məclisin öz mövzusu var. Mövzunu kimlər ki qarışdırır, problem onlardadır. Bu gözəl fikirlərindən sonra yəqin ki, bir çoxlarının fikri də dəyişəcəkdir. Görəcəklər ki, meyxana bir sənət imiş əslində. Buna sənət kimi yanaşmaq lazımdır. Və sənə də uğurlar arzulayıram. Çox sağ olun. Sözün həmişə kəsərli olsun. İnşallah görəyik. Zehnin həmişə iti olsun. Amin.
Qafiyələrin həmişə yadda qalan olsun deyirik. Mən də öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun dəvətiniz üçün, diqqət etdiyiniz üçün. Gözəl verilişdir, gözəl suallardır. Bəzən insanda elə sözlər olur ki, elə fikirlər olur ki, insan özü ilə danışır. Amma bəzən elə ehtiyac olur ki, onun fərqi yoxdur, istəyir meyxanaçı olsun, müğənni olsun, digər yəni sənət sahibləri olsun. İnsanın içində elə sözlər olur ki, insan onu kimləsə bölüşmək istəyir və ona uyğun insan tapa bilmir və ona uyğun bir mühit tapa bilmir, özü ilə danışır. Amma bu günləri mən həqiqətən də özümlə danışdığım müəyyən mövzular var idi ki, onu bu verilişdə danışdım. İnşallah ki, Yaxşı olar. normal qəbul eləyərlər. Bəli, bu gün bu otaqda sədalar yox, mənalar danışdı. Gördük ki, meyxana sadəcə qafiyə tutmaq deyil, bir millətin dərdini, sevincini və bəzən də nifrətini 4 misraya sığdırmaqdır. Kimin şah, kimin isə rəiyyət olmasını tarix, zaman və bir də xiridarlar göstərəcək. Biz sadəcə pərdəni qaldırdıq. Fikirlərinizi yazmağı unutmursunuz. Biz isə sizlərlə sağollaşırıq.